Salam, hər vaxtınız xeyir olsun əziz abituriyentlər. Bugün sizlə 11-ci siniflər üçün 2025-ci ilin yeni ingilis dil toplusundan olan ikinci mətnin izahına baxacağıq. Deməli, əvvəlcə mətni oxuyacağıq, daha sonra sualları izah edəcəm. Beginning from ancient times, scientists tried to understand the impact of music on people. Deyir ki, qədim vaxtlardan başlayaraq alimlər musiqinin insanlar üzərində olan impact, yəni təsirini anlamağa çalışırdılar. The great masters of ancient India, China, Greece and Rome used music and sound to improve human health. Böyük deyir, deməli Hindistanın, Çinin, Yunanistanın və Romanın böyük ustaları musiqidən və deməli səsdən insan sağlamlığını artırmaq üçün, yəni gücləndirmək üçün istifadə edirdi. Plato, Cicero and Seneca wanted the government to ban certain harmful music which may affect the behavior of society. Deməli Plato, Cicero kimi deməli şəxsiyyətlər hökumətin müəyyən zərərli musiqiləri qadağan etməyini istəyirdi. Hansı ki bunlar insan deməli cəmiyyətin davranışına, yəni cəmiyyətin rəftarına təsir eləyə bilərdi. The philosophers like Confucius and Aristotle believed that the music had both positive and negative effects on human health. Deyir ki, deməli Konfutsi və Aristotel kimi filosoflar düşünürdülər ki, musiqinin insan sağlamlığına həm müsbət, həm də mənfi təsirləri var. Music has been proven to have a powerful effect on the brain by scientists. Musiqinin deyir, alimlər tərəfindən insanın beynində güclü təsiri olduğu sübut olunub. Recent research showed that music is able to affect human health. Musiqi, son araşdırmalar göstərir ki, musiqi insan sağlamlığına təsir edə bilir. It can help to reduce pain, to relieve stress, to make memory stronger and heal brain injuries. Deyir o, deməli ağrını azaldır, stressi yüngülləşdirir, yaddaşı daha da güclələyir və beyin zədələrini sağalda bilir. The effect of music on people differs and it depends on which kind of music people listen. Musiqinin təsiri, insanlar üzərində təsiri fərqlidir və bu insanların hansı növ musiqiyə qulaq asmağına görə dəyişir. It can be classical music, pop music, rock or rap music. Deyir bu klassik musiqi, pop musiqisi, rock ya da rap musiqisi ola bilər. In general, listening to music for about 15 minutes every day is a great way to feel less stressed. Ümumi olaraq, deməli, musiqiyə təxminən 15 dəqiqə hər gün qulaq asmaq daha az stresli hiss etmək üçün möhtəşəm bir yoldur. Music has negative effects as well. Musiqinin həmçinin mənfi təsirləri də var. Very loud music can damage the brain. Çox yüksək musiqi beyni zədələyə bilər. Listening to loud music can damage the structure of ears and cause to lose the ability of hearing. Deyir, uca musiqiyə, yəni yüksək səsli musiqiyə qulaq asmaq qulaqların strukturunu dəyişdirə, yəni zədələyə bilər və eşitmə qabiliyyətini itirə bilər. It can also lead to behavioral problems in children. O həmçinin deyir, uşaqlarda davranış pozuntularına gətirib çıxara bilər. Deməli, mətin nədən bəhs edir? Mətin ümumi musiqi haqqındadır, belə görürük ki. Və ümumi musiqi haqqındadırsa, mən demişdim ki, ilk 3 cümləsindən, 4 cümləsindən artıq musiqi haqqında, yəni mətnin nədən bəhs elədiyini anlamaq olur. Baxaraq variantlara. The use of music by various countries, müxtəlif ölkələr tərəfindən musiqinin istifadəsi. Yəni, burada ölkələrin adı çəkilir, amma sırf ölkələrdə musiqinin istifadə olunmasından söhbət getmir. Ona görə birinci A variantı səhvdir. Sonra B variantında deyir ki, people who are fond of music, deməli, musiqini xoşlayan insanlar. Burada insanlardan da söhbət getmədiyinə görə B variantı da səhvdir. Behavioral problems in children, uşaqlarda davranış pozuntuları. Düzdür, davranış pozuntularının adı çəkilib burada. Sadəcə ümumi mətin uşaqların davranış pozuntusundan getmir. Ümumi mətindəki məsələ musiqidir. Və D variantında different opinions of philosophers, filosofların müxtəlif fikirləri, söhbət bundan da getmir və Y variantında effects of music on people, yəni musiqinin insanlar üzərində təsiri. Bəli, bütün abzasda görürük ki, musiqinin insanlar üzərində, baxın, bu abzasda müsbət təsiri, bu abzasda isə mənfi təsirindən gedir. Yəni bütün mətin musiqinin təsirindən gedir. İkinci testdə deyir ki, very loud music, çox yüksək səsli musiqi. Yenə dediyim kimi, yəni mətnin hamısına baxmasanız belə bu söz olan hissəni tapırsınız. Mətndə baxın, bu hissədədir. Sonra davam edirik. Baxın bu hissəyə oxuyaq.
Very loud music can damage the brain. Deməli, beyinə zədə verə bilər. Çox deməli, yüksək musiqiyə qulaq asmaq qulaqları zədələyə bilər və eşitmə qabiliyyətini itirməyə kömək edə bilər və uşaqlarda davranış pozuntularına səbəb ola bilər. Deməli, birinci səhvdir. Can keep the memory strong deyir, yaddaşı güclü saxlayır. Bu yoxdur. İkincidə deyir ki, can result in behavioral problems in children. Bəli, sonuncu cümlədə deyir ki, uşaqlarda davranış pozuntusuna səbəb olar. Üçüncüdə deyir ki, can hardly lead to health problems. Uşaqlar, sağlamlıq probleminə səbəb ola bilər. Amma biz bilirik ki, cümlənin içərisində hardly, less, never və only kimi sözlər varsa, bu variantlar 90% səhv olurlar. Çünki burada hardly sözünün mənası demək olar ki, yox deməkdir, yəni heç deməkdir. İndi biz burada normalda deyir ki, bu sağlamlıq problemlərinə səbəb ola bilər, düzdürmü? Artıq cümlənin içərisinə hardly girəndə sağlamlıq problemlərinə səbəb olmaz deməkdir bu. Ona görə bu da səhvdir. Yəni, hardly olan cümlə inkar hesab olunur. Və dördüncüdə deyir ki, can result in hearing loss. Bəli, eşitməni itirməyə səbəb ola bilər. Bu da düzgün variantdır. Doğru cavabımız olacaq 2 və 4. Daha sonra üçüncü sualda bizdən yanlış variantı tapmağımızı istəyir. Deməli, A variantında deyir ki, Plato mentioned the negative side of music. Baxaq görək, Plato ilə başlayan cümləmizdə negative side deyilirmi? Plato, Cicero and Seneca wanted the government to ban certain harmful body. Deyir ki, bəzi zərərli musiqiləri qadağan etməyini istəyir. Hansı ki, deyir, insanların davranışına təsir edə bilər. Deməli, bu mətndə verilib. Bu düzdür deyə bu variantı çıxacaq. Sonra, music was used to improve health in ancient Greece. Deyir ki, musiqi qədim Yunanistanda sağlamlığı gücləndirmək üçün istifadə olunurdu. Yenə Greece olan cümləyə baxırıq. Bundan sonra oxuyuruq axıra qədər. Deyir ki, used music and sound to improve human health. Baxın, bu isə olduğu kimi də mətndə verilib. Deməli, B variantı da düzgündür. C variantında deyir ki, Confucius believed in the effect of the music on human health. Konfutsi insanın sağlamlığına musiqinin təsirinə inanırdı. Yenə baxırıq Konfutsi ilə olan cümləyə ki, believed that the music had both positive and negative effects. Deməli, musiqinin həm müsbət, həm də mənfi effektləri var. Deməli, bu da doğrudur. Bu hissədə verilib. Bunu da düz götürəcəyik. Sonra keçirik növbəti variantlara. D variantında deyir ki, people weren't allowed to listen music in India. Deyir, insanlara Hindistanda musiqiyə qulaq asmağa icazə verilmirdi. Belə bir şey mən orada görmədim. Yenə də baxaq. India olan cümlədə, baxın, deyir ki, Hindistanda musiqi insan sağlamlığını artırmaq üçün istifadə olunurdu. Yəni, icazə verilmirdi ilə bağlı heç nə deməyib. Yəni, bu yanlış olduğuna görə elə bu variantı götürəcəyik. Axırıncıya da baxaq. Researchers show that music can help people to heal. Tədqiqatçılar göstərir ki, musiqi insanlara sağalmağa kömək edə bilir. Bu da doğru variantıydı. Aha, baxın. Heal brain injuries. Deməli, recent research ilə başlayan cümlədir. Beyin zədələrini sağalda bilir. Daha sonra dördüncü sualda how can music affect our health? Yəni, musiqi bizim sağlamlığımıza necə təsir edə bilərdi? Deməli, A variantında deyir ki, music can reduce the strength of memory. Musiqi yaddaş gücünü zəiflədə bilir. Xeyr, burada əksinə yazılmışdı ki, musiqi makes memory stronger. Yəni, musiqi yaddaşı daha da gücləndirə bilir. Ona görə A variantı yanlışdır. B variantında deyir ki, music is able to cause brain injuries. Musiqi beyin zədələrinə səbəb ola bilər. Uşaqlar, ola bilər ki, bunu buradakı can damage the brain ifadəsi ilə qarışdırasınız uşaqlar. Düzdür, burada da təsir eləməkdir, yəni səbəb olmaqdır. Burada isə beyinə zədələməkdir. Amma burada musiqi zədələməz və zədələyər demir. Burada sadəcə deyir ki, çox yüksək musiqi beyinə zərbə vura bilər, yəni zədə vura bilər. Amma musiqi ümumiyyətlə beyinə zədə vurmayacaq. Musiqinin müsbət tərəfidir. C variantında deyir ki, music is able to cure kidneys, böyrəkləri müalicə eləyə bilər. Mətndə böyrəklərlə bağlı heç bir məlumat verməmişdi. Və eyni şəkildə music can increase blood pressure, yəni qan təzyiqini artıra bilər. Yenə mətndə bununla bağlı heç nə yox idi. Və Y variantında deyir ki, music is able to reduce stress, yəni stresi azaltmağa kömək eləyir. Azalda bilər. Y variantı doğrudur. Burada baxın, relieve stress ifadəsi elə stresi azaltmaq deməkdir.
Sonra 5-ci də bizdən deməli əvvəlcə həmişə nə edirdik? Paraqrafı, yəni abzas axtarırıq. Paragraph 2 deyir, yəni ikinci abzasdan axtaracağıq. Ancaq bura baxacağıq. Daha sonra bir də mən sizə demişdim ki, əgər bizim definitionımız to ilə başlayırsa, mütləq nitq hissəsi olaraq feil axtarmalıyıq. Baxaq. Oxuyuruq ifadəni. To use facts, evidence and etc. to show that something is true. Faktlardan, sübutlardan və başqa və s. kimi şeylərdən istifadə etmək. To show that something is true. Yəni nəyinsə gerçək olduğunu göstərmək üçün. Bu da ikinci abzasda bizə də uyğun gəlir. Proof feilinə. Sübut etmək feilinə. Sadəcə uşaqlar biz yazanda bunu ya proof şəklində yazacağıq, ya da qabağında to ilə olan to proof şəklində yazacağıq. Keçən dəfəki videoda da demişdim ki, əgər keçmiş zamanda versəniz, yəni proven şəklində versəniz, bu doğru qəbul olunmayacaq. 6-cı sualda to prohibit sözünə aid olan close meaning, yəni yaxın mənalı və birinci abzasdan istəyir bizə. Prohibit qadağan etməkdir. Qadağan etməyin yaxın mənalısı to ban, yəni qadağan etmək olacaq. To ban. Daha sonra 7-ci sualımızda cümləni tamamlayacağıq. According to Aristotle, music had positive. Deməli, Aristotle olan cümləni axtaracağıq. Cümləni tamamlayırıq və burada nə edəcəyik? İki sözü sinonimi ilə əvəz etməliyik. Baxırıq. Music had positive. Aristotle olan cümləyə baxaq. Aha. Baxırıq bura. Had positive and negative effects on human health. Deməli, bunu necə dəyişəcəyik? Negativin əvəzinə bad yaza bilərik. Deməli, gəlin burada yazaq. Negativin yerinə bad yaza bilərik. Daha sonra effect sözünün yerinə impact yazmaq olar. Təsir deməkdir bu da. Və human health yerinə də health sözünün yerinə well-being yazmaq olar. 8-ci sualımızda deyir ki, sən hansı məşhur müğənninin fanatısan? Məsələn, bir dənəsini özümüzdən yaza bilərik ki, mən demək istəyərdim ki, mən Queen qrupunun fanatıyam. Oradakı deməli solist olan Freddie Mercury-ni mən mahnılarını çox sevirəm, səsini çox sevirəm və mən onlara hər gün qulaq asıram. Gəlin yazaq. Mən Queen qrupunun fanatıyam. Xüsusilə sözünü burada deməli zərf kimi işlədirik. Xüsusilə solist Freddie Mercury mənim üçün böyük sənətkardır. Deməli, məsələn, əlavə edə bilərik ki, onun ən məşhur mahnıları olan məsələn, We Will Rock You və yaxud da Bohemian Rhapsody uzatmıram. Deməli, mənim sevimli mahnılarımdır. Son olaraq da uşaqlar nəticə verməliyik, yəni finish verməliyik. Mən, məsəl üçün, bu qrupun mahnılarına demək olar ki, hər gün qulaq asıram. Da bunu yazmıram təzədən Azərbaycan dilində. Gəlin çevirək ingilis dilinə. Demişik ki, cümlədə hər zaman nə başlamalıdır? Birinci, mübtədamız. Demişik ki, ingilis dilində hər zaman birinci cümlə quruluşuna nə başlamalıdır? Mübtəda. Yazırıq I. Daha sonra bizim xəbərimiz fanatıyam. Şəxs sonluğumuz var. Əmizardan istifadə eləməliyik. I am. Sonra fanatıyam yazacağıq. A fan of. Baxın, burada nə formada verir? A fan of. I am a fan of Queen band. Queen qrupunun fanatıyam. Daha sonra xüsusilə, especially,
Solist Freddie Mercury mənim üçün böyük sənətkardır. Yenə də mübtədamız nədir? Solist Freddie Mercury. Solist Freddie Mercury. Sonra xəbərimiz gəlir, sənətkardır. Harda demişik ki, dırdır eşidiriksə, onun yerinə is ya da ar yazacağıq. Təkliyinə, cəmliyinə görə is. Sənətkar nədir? Böyük sənətkardır. Is a great artist. Sonra mənim üçün for me. Tamamlığı da axırda yazırıq. Daha sonra onun məşhur mahnıları olan deməli We Will Rock You, Bohemian Rhapsody. Onun ən məşhur mahnıları necə yazacağıq? His most famous songs. Yəni onun ən məşhur mahnıları We Will Rock You, Bohemian Rhapsody kimi. Kimi sözü olacaq? Such as dırnaq içərisində həmin mahnıların adını yazırıq. Təzədən yazmıram. Deməli We Will Rock You və Bohemian Rhapsody mənim sevimli mahnılarımdır. Xəbərimizdə yenə dır eşidirik. Dırdır eşidəndə izdən ya da ardan birini yazmalıyıq. İndi mahnılar cəmdə olduğuna görə bura ar yazıram. Are mənim sevimli mahnılarım. My favorite songs. Və ən sonunda da dedik ki, mən demək olar ki, hər gün bu mahnılara qulaq asıram. Necə deyəcəyik? I. Sonra qulaq asıram. Feil deməliyik, xəbər deməliyik. Listen. Nəyə qulaq asıram? Bu mahnılara. To this music. Songs. Music sayılmayan isimdir. Songs. Demək olar ki, hər gün. Almost. Demək olar ki, almost deməkdir. Almost every day. Məsələn, 3 cümləmizdə hətta 4 cümlə oldu. Hazırdır. Bu qədər. Başqa sualınız olsa rəylərdə yazın. Daha çox videonun gəlməyini istəyirsinizsə bəyənib abunə olmağı unutmayın. Sağ olun.